Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Biz keçən video izahda Python proqramlaşdırma dilindən dövr operatoru və ədədlər üzərində əməllərdən 40-a kimin sual nümunələrinin izahını sizinlə bölüşmüşdük. Bugünkü video izahda isə qaldığımız yerdən davam edirəm. 41-ci sual nümunəsi ilə başlayaq izaha. Deməli, Python dilində yazılmış proqram nəyi təyin edir? Baxsaq görək bu proqram nə iş görür? X böyük bərabər olmalıdır 2-dən və şərtdə həmişə x 2-yə tam bölünməlidir. Gəlin özümüzdən x-ə bir ədəd verək. Bu tip sual nümunələrində çox böyük ədəd verməyə ehtiyac yoxdur. Çünki zaman da bilirik ki, bizim üçün çox önəmli aspektdir. O zaman gəlin bir dənə x-a 8 verək. 8 böyük bərabərdir 2-dən, bəli, və 8 2-yə tam bölünür. O zaman nə baş verir? 8 2-yə bölünəndə x yeni bir dəyər alacaqdır. Yəni x olacaq 4. 4 böyük bərabərdir 2-dən və 4 2-yə tam bölünür. Yenidən e, x bərabərdir. X-ı böləcəm 2-yə, tam hissəsini götürəcəm, olacaq 2. Gedirəm yenidən şərti yoxlayıram. 2 böyük bərabərdir 2-dən, bəli. 2 2-yə tam bölünür və o zaman tam bölündüyünə görə yenidən bu operator icra olunacaqdır. 2-ni 2-yə də bölünən tam hissəsi 1-dir. Və 1 böyük bərabər deyil 2-dən, artıq while operatorum sonlandı. Keçirəm if-ə, bu hissəni yoxlamağa. 1 bərabərdirmi 1-ə? Bəli, o zaman yes çap olunur. İndi gedirəm x-a başqa bir qiymət verirəm. Məsələn, bir dənə tək ədəd verək. X bərabər olsun 9-a. Baxın, 9 verdim. 9 böyük bərabərdir 2-dən, bəli. Amma 9 2-yə tam bölünmür axı. O zaman else düşəcəm. X 0 alacaqdır və 0 1-ə bərabər olmayacaqdır. Çünki onsuz da 0 alanda bu şərt ödənmir. Mən bu hissəyə düşməliyəm, if-ə. Və o zaman no çap olunacaqdır. İndi məsələn cüt ədəd də verdim, tək ədəd də verdim. Gəlin başqa bir cüt ədəd verim. X bərabər olsun məsələn 12-yə. 12 böyük bərabərdir 2-dən. Bəli, 12-ni 2-yə böləndə qalıq 0-dır və x nəyə bərabər olur? 6-ya. 6 böyük bərabərdir 2-dən. Bəli, 6 2-yə tam bölünənə qalıq 0-a bərabər olur. Bəli, x bərabərdir. Burada 3 alınır. 3 böyük bərabərdir 2-dən. Bəli, 3-ü 2-yə böləndə qalıq 0-a bərabər olmur. O zaman else düşürəm. X bərabərdir 0 alır. Və 0 da böyük bərabər deyil 2-dən. Artıq mənim while operatorum sonlandı. If-i yoxlayıram. 0 bərabərdirmi 1-ə? Xeyr, o zaman no çap olunacaqdır. İndi 8 daxil elədim, 9 daxil elədim, 12 daxil elədim. Bu 8-də bir dənə mən yes çap etmiş oldum. Amma digərlərində, yəni təkdə və cütdə e, fərqi yoxdur. Düzdür, 8 də cüt ədəddir. Amma 8-in bir dənə fərqləndirən nüans var ki, 8 2-nin qüvvəti olan bir ədəddir. Yəni 2-nin kubu mənə 8 verir. Və mən ancaq 2-nin qüvvəti olanda biri çap etmiş oldum. Deməli bu daxil edilmiş x natural ədədinin 2-nin qüvvəti olub olmadığını yoxlayan bir proqramdır. Cavablara baxsaq, cavabımız B variantı. Yəni bəzən orada çaşdırıcı məqam o ola bilər ki, belə deyək də cüt, çünki x bölə 2 bərabərdirmi? 0 o cütlük əlamətdir, amma yəni orada x-in tam hissəsi götürülür həmişə. Sonda gedib x-in tam hissəsi ilə mən müqayisə aparıram deyə görmək olur ki, avtomatik oradan x-in qüvvəti olan bir ədəddən söhbət gedir. Keçək 42-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın təyinatını tapın. Yəni, gəlin bu suala biraz geniş şəkildə baxaq. Deməli, mən də x-ə özümdən bir ədəd daxil etməliyəm və həmin A ədədi bu x-ə bərabər olmalıdır. Baxıram, while dövründə nə baş verirdi? Burada qalığın kubları, yəni daxil edilmiş ədədin kubları cəmindən söhbət gedir. Əslində bu, belə deyək də, bu ədədlər əgər daxil edilmiş ədədlərin kubları cəmi ədədin özünə bərabərdirsə, bu Armstrong ədədləri adlanır. Yəni,
Belə ədədlərə Armstrong ədədlər deyirlər. Gəlin özümüzdən bir dənə ədəd daxil edək. Məsələn, x-a verirəm, istənilən bir ədəd verirəm, 123. 123-ü verdim və a da bərabərdir həmin 123-ə. Düzdürmü? İndi getdik. Şərti yoxlayırıq. 123 böyükdür sıfırdan, bəli. 2 nəyə bərabərdir? Burada 123-ün 10-a bölünməsini alınan qalıq 3-ə. Və s də bərabərdir. S-in üstünə 3-ün kubunu gələcəm. Çünki 3-dür, 3-ün kubunu gəlirəm. 0-da onsuz s. O zaman nə olur bu? 27. X bərabərdir. 12 eləyir. 12 böyükdür sıfırdan, bəli. Q bərabərdir. 12-ni 10-a böləndə bizdə qalıq hissə olur 2. S bərabərdir. S-in üstünə, yəni 27-nin üstünə 2-nin kubunu gələcəm. Olacaq 8. Bərabərdir burada 35. Sonra x bərabərdir 1-dir. Çünki ona böləndə tam hissə 1 qalır. 1 böyükdür sıfırdan, bəli. Q də bərabərdir. 1-in ona bölünməsindən alınan qalıq 1-dir. Və s bərabərdir s-in üstünə, yəni 35-in üstünə 1-in kubu olsa bizə 1 verir. 36 edir. Və x də bərabər olur nəyə? 1-i ona böləndə tam hissəmiz 0-dır. Və 0 sıfırdan böyük deyil. Bizdə proqram, yəni ki, bu hissə işin bitirdi. Keçirəm indi if-i yoxlamağa. Deyir ki, s-in baxın 36-dır. 36 bərabərdirmi a-ya? Yəni ki, 36 a-nın da qiyməti 123 idi. Düzdürmü? Bərabər deyil. O zaman mən no-nu çap etmiş oluram. Bayaqlarım Armstrong ədədləri nədir onu dedim. Məsələn, 153 Armstrong ədəddir. Gəlin verək. X-a 153-ü. Deməli, gedirik. A da bərabərdir 153-ə. X böyükdür təbii ki 0-dan. Q nəyə bərabərdir? O zaman bizdə qalığı götürəcəyik. Olacaq 3-ə. Və S də bərabərdir. S-in üstünə Q-nün kubu. Yəni 27-ni gələcəm. İndi X də bərabər olur 15-ə. 15 böyükdür sıfırdan, bəli, və 15-i 10-a böləndə qalıq olur 5. Yəni Q də bərabər olur 5-ə. Və S də bərabərdir 27, üstə gələk 5-in kubunu gələcəm. Yəni ki, 125-i gələcəm. İndi açıq yazıram bunu, axırda deyəcəm nə cür olacaqdır. Armstrong ədədlərin mahiyyətini izah edəcəm. Birbaşa cəmi kimi yaza bilmirəm. Deməli, əslində yaza da bilərəm, yəni problem deyil. Lap yazsa, bu da eləyəcək 152, düzdürmü? X bərabərdir. X-in 10-a bölünməsindən tam hissə son 15 ili olur 1. Düzdür? 1 böyükdür sıfırdan. Bəli, Q də bərabər olur 1-ə. S də bərabərdir. 152-nin üstünə 1-in kubu 1-dir. 153 edir və x də bərabər olur 0-a. 0 da 0-dan böyük deyil və gedib şərti yoxlayıram. Baxın, S-ni aldım, 153 aldım. A da 153-də. S bərabərdirmi A-ya? Deyirəm ki, yes. Yes çap olunmuş olur. Bu ədədlər adlanır Armstrong ədədlər. Məsələn, 4 rəqəmli ədəd olsa, o zaman hansısa bir x ədədinin rəqəmlərinin üstü 4 şəklində yazmalıyıq. Yəni, amma bu 3 rəqəmli ədəd deyə biz kubların göstərir. Çünki bizdə şərtdə x-in üstü 3 verilib, yəni kub şəklində. Baxsaq variantlara, 3 rəqəmli natural ədədin rəqəmləri cəminin 3 mislinin, xeyr, belə bir şey biz həyata keçirtmədik. 3 rəqəmli natural ədədin rəqəmlərinin kubları cəmini çap edir. Xeyr, 3 rəqəmli natural ədədin palindrom olub-olmadığını müəyyən edir. Palindrom ədədlər o deməkdir ki, özü ilə tərs yazışı. Məsələn, 121 palindrom ədəddir. Çünki özü ilə tərsi eyni. Məsələn, 535 özü ilə tərsi. Amma biz belə bir ədəd almadıq. 3 rəqəmli natural ədədin rəqəmlərinin tərs ardıcılıqla çap edir. Xeyr, 3 rəqəmli natural ədədin rəqəmlərinin kubları cəminin həmin ədədə bərabər olub-olmadığını müəyyən edir. Bəli, E variantı. Bu isə elə Armstrong ədədlər adlanır. Cavabımız olacaq E variantı.
Davam edək 43-cü sual nümunəsi ilə. Yəni deyirəm orada məsələn biz 4 rəqəmli olsaydı o zaman həmin ədədlərin üstü 4 yazmalıydıq. Qalıqlarının üstü 4. 43-cü sual nümunəsindən Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bunu soruşur. Baxsaq, aha, biz bu haqda keçən dəfə danışmışdıq. Burada bizim diqqət edəcəyimiz məqam, baxın, buradadır. Və bu, dedim, bu şərt nəyə göstərir? Burada ilk rəqəm nəzərə alınmayacaqdır. Çünki son olaraq burada 28 böyükdür ondan, okey deyəcəm və bu işi icra edəcəm. Amma 2 ondan böyük deyil axı. Və bu hissədə verilmiş ədədi tərs ardıcıllıqla yazır. Gəlin icra edək. Deməli, 2824 böyükdür ondan, bəli. Q bərabərdir, olacaq 4. S də bərabərdir, S-i vuracam 10-a. 0 idi, 0-ı 10-a vuran 0 edir, Q 104. Çünki Q-nü yazmalıyam üstünə. N nəyə bərabər olacaqdır? N olacaq 282. 282 böyükdür ondan, bəli. Gedək Q-nü tapaq. Q bərabərdir. 282-ni 10-a bölənək. Qalıq hissəmiz 2 düşür. S də bərabərdir. S-i vuracam 10-a. Olacaq 40. Üstünə gələcəm Q-nü. Olacaq 42. Və n-imiz nədir? Yenidən olacaq 28. Düzdürmü? 28 böyükdür ondan. Bəli. Q bərabərdir. 28-i biz 10-a böləndə qalığımız 8 düşür. Sonra S bərabərdir. S-i vuracam 10-a. 42 idi, 10-a vuranda 420. 420-nin üstünə 8 gələndə 428 edir. N də bərabər olur 2. Və şərt ödənməyəcəkdir. Çünki 2 ondan böyük deyil. Və while dövrü işin yekunlaşdırdı. Məndən S-i soruşurdu. 428-i aldıq. Baxın, ilk rəqəminin istisna olmaqla son rəqəmlərinin tərsi 824 idi. Biz 428 aldıq. Cavab A variantı. Keçək 44-cü sual nümunəsinə. Python dilində yazılmış proqramın icrasından sonra çap olunacaq ulduz simvollarının sayını müəyyən edin. Deməli, baxsaq, burada while operatoru da var və eyni zamanda həm də alt-alta if var. Sadəcə olaraq baxın, while-dan sonra avtomatik olaraq bir dənə printimiz icra olunur. Düzdürmü? Gəlin i-nin qiymətlərini yazaq. I-nin qiymətləri, baxın, belə yazacağım ki, 0, 1, 2, 3, oy, biz 1 çox yazdıq. 1, düzdürmü? 2, 3, 4. Çünki bilirik ki, biz burada i böyük bərabər 5 deyəndə dövrü yekunlaşdırmalıyıq. İndi biz, baxın, 1, belə deyək də, üzr istəyirəm, 0 kiçikdir 5-dən, bəli, avtomatik olaraq print icra olunur. Print icra olunur. Yəni, mən burada bir dənə ulduz çəkirəm ki, bu artıq çap olundu. Və 0-ı 2-yə böləndə 0-a bərabərdir. Bəli, 2 dənə ulduz çap olunur. Və biz belə deyək ki, bu işi hələ ki icra edə bilməyəcəyik. Ta ki 3-ə kimi. Çünki bu şərt ödənməyəcəkdir. Və i də hər dəfə bir vahid belə deyək, dövrün gövdəsində artacaqdır. Yəni 0 idi, oldu 1. Biz bura ancaq 3-də icra edəcəyik. Ona görə də hələ ki bu şərti yoxlamalıyıq. Bu da cüt olanda icra olunacaqdır. Getdik. 1 kiçikdir 5-dən, bəli. O zaman bir dənə də ulduz çap olunur. Onsuz hər dəfə burada ulduz çap olunacaqdır. 1-i 2-yə böləndə qalıq 0-a bərabərdir. Bu şərt yenə də ödənmir. Və i-nin 2 qiymətində. I-nin 2 qiymətində bir dənə də ulduz çap olundu. 2-ni 2-yə böləndə qalıq 0-a bərabərdir. 2 dənə ulduz çap olundu. Və şərt ödənmir, amma i-ni bir vahid artırırıq. I olur 3. 3 olanda bir dənə də ulduz avtomatik çap olunur və bu şərt ödənmir, amma bu ödənir. 3 dənə ulduzumuz çap olundu. Və i-ni bir vahid artırırıq. Nəhayət olur i4. 4 kiçikdir 5-dən, bəli, ulduz çap olundu. 4-ü 2-yə böləndə qalıq 0-a bərabərdir, düzdür. 2 dənə ulduz çap olundu və 4 də 2-dən böyükdür. 3 dənə ulduz çap olundu.
və i1 vahidi artır, olur 5. 5 də 5-dən kiçik deyil və bizim dövrümüz yekunlaşdı. İndi ulduzların sayısı onsa burada 5 dənə idi. Yəni hər dəfə onsa icra olunurdu. 7, 10, 14, 17 dənə bizdə ulduz çap olunmuş olur variantlardan da doğru cavab Y variantıdır. Düzdür, bunu tez də icra etmək olar. Sadəcə açıq şəkildə yazdım. 45-ci sual nümunəsindən klaviaturadan 492.781 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxsaq proqrama, əslində böyük bir ədədi veriblər, yəni, amma mən while dövrünün daxilində bir dənə şərt görürəm. Deyir ki, sənin ancaq tək qiymətlərində bunu icra edəcəksən. Yəni, bu gövdəni icra edəcəksən. Bu 6 rəqəmli ədədlər içərisində mən bir-bir yoxlaya da bilərəm. Problem deyil. Hər dəfə gedəcəm, amma yoxlayacam, ona böləcəm. Amma burada mən if-i nə zaman icra edəcəm? Ancaq verilmiş daxil edilən bu ədədlər içərisində təklərdə. İndi burada hansı tək? Birinci təbii ki 1, sonra 7, 9. Deməli 3 dənə qiymətində mən bu işi icra etmiş oluram. Düzdür, bunu açıq şəkildə də yazmaq olar. Çox geniş, belə deyək də, izahlı şəkildə də vermək olar. Problem deyil, amma bunun lakonik həlli ancaq biz burada tək ədədlərdə onsuz da biz bu ifi gövdəsini icra edirik. Düzdürmü? O zaman gəlin Q-nü tapaq. Q bərabərdir. Burada olacaqdır 1 və 1-in 2-yə bölünməsindən qalıq 1-dir. Bəli, m bərabərdir. M bərabərdir. T-ni vuracam Q-yə. T 1-dir. 1-i vuram 1-ə olur 1 və üstünə m gələcək. M də 0-dır 1. Sonra T bərabərdir. T-ni vuracam 10-a. Olacaq 10. Çünki T-nin başlanğıc qiyməti 1 idi. Və baxın, eni belə deyək də 10-a böləndə bu gedir, düzdür, bu qalır, bu ədəd. İndi bu 8-ə deyir axı qalığa. Axı 8 2-yə bölündə 1 olmur. Mən yenə də bölürəm 10-a və bir dənə 7-də yenidən bu şərti icra edəcəm. İndi baxın, Q nəyə bərabər oldu? 7-yə. Şərt ödənir, bəli. M bərabərdir. M-i yeni bir qiymət alacaq. Buradan T-ni vururam Q-yə. 10 idi, onu vururam 7, 70. Üstə gələcəm M-i. M-imiz neçə idi? 1. Bərabərdir 71. Təzədən T bərabərdir. T-ni vururam 10-a. T 10 idi. Onu ona vururam, eləyir 100. Əla. Və yenidən 10-a böləndə 49 qalır. Bu 49-da qalıq da Q-müz gedib icra edəndə 9-a bərabər olur. Çünki mən artıq bu cütü yerinə yetirməyəcəm də. Çünki ödənmir şərt. Bir dənə 9-da bir də icra edəcəm. Düzdürmü? Elə birbaşa Q-nü 9 yazıram. Deməli, şərt ödəndi. M bərabərdir. M bərabərdir. T-ni vuracam Q-yə. Deməli, T-miz nə idi? 100 idi. 100-ü vururam Q-yə, olur 900. 900. Üstə gələk. Bizdə M gələcəm. M-imiz neçə idi bizdə? T-ni vurdum Q-yə 100. Üstünə də M gələcəm. M-imizin son qiyməti 1 idi. Düzdürmü? E1 nədir? 71 idi. Olur nə? 971. 4 onsuz da sıfırdan böyükdir. Düzdür 4. Burada 4-ü alıram. 4-ü 2-yə böləndə 1-ə bərabər olmur axı. Mən bu hissəni icra edə bilmirəm. Cavabımız olur 971. Bunu lakonik desəm, elə burada tək ədədlərdən söhbət gedirdi. 9-u 7-ni 1-i, yəni götürəndə olsa bu 971-i alıram. Yəni proqramın gedişatının hər dəfə T 10-a vurulur. Sanki mərtəbə formalaşır. Yəni onu da rahat şəkildə görmək olurdu əslində oradan. Sadəcə mən geniş şəkildə izah elədim. Deməli, aşağıdakı proqram fraqmentinin yerinə yetirilməsi nəticəsində hansı ifadənin qiyməti hesablanır? Deməli, gəlin bunu açıq şəkildə izah edək.
P-nin başlanğıc qiyməti -1-dir. Və n bilmirəm də, n ixtiyari bir ədəd olar. Məsələn, n-ə verirəm, çox böyük rəqəm verməyək, 4. Deməli, burada i-nin qiymətləri nə olacaqdır? i 1, 2, 3, 4. Bu 4 olanda 5 olur. Bildirir ki, son götürülmür. İndi gedirəm. Yəni, mən bu 4 dövrdə icra edəcəm bunu. P bərabərdir. P bərabərdir. Mənfi P. Baxın, -1 idi. Bu da eləyəcək avtomatik mənfini mənfiyə vuranda müsbət eləyir. Vuraq. Deməli, nə? i-nin bir qiyməti ilə getmişəm də dövrə. 1-i böləcəm, 1-i böləcəm 2-yə. Mənfi, mənfi, müsbət oldu bizdə müsbət. İndi S bərabərlik S-in üstünə P gələcəm. Onsuz dəyişən bir şey olmur. S olur nə? Elə 2-də 1. Düzdürmü? Gedirik i-nin 2 qiyməti ilə. 2 olanda artıq burada i-nin 2 qiymətində P son qiyməti nəzərə alınır, müsbət idi. Müsbəti biz mənfiyə vuranda mənfi ədəd eləyəcəkdir. İndi P nəyə bərabər olur? P bərabərdir -P. Baxın, 2-də 1 idi, düzdürmü? Olur -2-də 1. Çünki mənfisini götürməliyik. Vuraq. i 2 bölək 2 açıq şəkildə yazacağım. Bu nə olur? Buranı açıq şəkildə yazıram. 1 vuraq 2. Bunu da yazanda bu olur nə? 2-nin kvadratı. S də bərabərdir. S-in üstünə P gələcəm. 1 bölək 2 üstə gələk. 1 vuraq 2. 2-nin kvadratı. Gedirəm i-nin 3 qiymətində. Artıq bu mənfi olmalıydı. Mənfini unutduq. Burada yazmışıq. Burada yox. Bu mənfi olmalıdır. Bu mənfi olmalıdır. Baxın. Çünki burada mənfidir. Deməli, i-nin 3 qiymətində P bərabərdir. İndi baxın. Burada yenə də mənfi P-dir. Mənfi mənfini müsbət eləyəcəkdir. Bir horizontallıq kimi burada bir belə deyək də, proses yaranır. S baxın, 2-də 1 minus bu 1 vuraq 2 bölək 2-nin kvadratı. İndi növbəti S-in püyüs olacaqdır. Amma gəlin P-ni açıq şəkildə yazaq, sonra S yazaram. Olacaq nə? P-ni P-yə vuracam, olacaqdır müsbət. Düzdürmü? İndi 1 vuraq 2, 2-nin kvadratı vuracam 3 bölək 2-yə. Olur nə? 1 vuraq 2 vuraq 3, 2-nin kubu. Bu mənə nəyə verir? Bu. Mənə faktoriyalı verir. Yəni bu 3 faktorialdır, düzdürmü? Bu da 2-nin kvadratıdır. Bu da mənə nəyə vermişdi? Mənfi 2 faktorial vuraq 2-nin kvadratı. Yəni 4-də də olanda artıq 4 də verəndə artıq biz burada 1 vuraq, 2 vuraq, 3 vuraq 4 faktorial alacağıq. Yəni bunun mənfi, amma mənfisi. Yəni artıq 4-ü verib davam etmək istəmirəm. Çünki artıq proqramın nə iş gördüyünü artıq məncə hamıya aydın oldu. İndi gedib axırda biz S-imizi nə almışdıq? S bərabərdir. 1 vuraq 2 minus 2 faktorial 2-nin kvadratı üstə gələk 3 faktorial 2-nin burada 2-nin kubu eləməlidir bu. Biz bunu düzəldək. 2-nin kubu. Düzdürmü? Artıq 4 olanda minus olacaqdır. 4 faktorial. Bu da 2-nin üstü 4. Yəni bu ardıcıllıqla davam eləyəcəkdir. Gedim indi variantlara baxsaq. A variantında düzgün deyil. B variantında əslində hamısı müsbət yazılır. Bu da düzgün deyil. Baxsaq cavabımızda baxın eyni istiqamətdə gedir. Cavabımız olacaq C variantı. Bu da belə. Burada baxsaq 46-cıda yazaq C variantı. Keçək 47-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan hansı böyük 5 rəqəmli natural ədəd daxil edilməlidir ki, nəticədə A dəyişəni üçün 2, B dəyişəni üçün 4 qiyməti çap olunsun. Deməli, burada 5 rəqəmli ədəd 1, 2, 3, 4, 5 rəqəmli bir ədəd daxil eləməliyəm.
Amma A-nı 2 almalıyam. Deməli, A 2 dəfə, Y belə deyək, 2 dəfə ödənməli, 4-dən böyük olmalıdır ki, mən bunu 2 dəfə cəmliyim. Yəni A onsuz da 0-dır. Yəni burada 2-dən cəmləmə həyata keçirim. Amma mən ümumi bura baxanda mən 5 rəqəmli ədəd daxil edirəm. Amma məndən birindən 2, birindən 4 istəyir. Yəni ümumi burada əgər 6 rəqəmli ədəd desə, okey, problem deyil. Rahat tapmaq olar ki, ikisi burada ödənsin, 4-ü burada ödənsin də, o zaman 6. Yəni amma burada deməli burada elə bir ədəd var ki, bir dənə ədəd eyni zamanda o bu ifə hə deyibdi və icra olunubdur burada. İndi baxıram. Yəni mən elə bir maksimum ədəd deyirsə və bilirik ki, maksimum ədəd deyəndə çalışmalıyıq ki, ən böyük rəqəmi önə ataq. 9-u qoyuram önə. Və 9 4-dən böyükdür. Bəli, o zaman bir vahid A artacaq. Düzdürmü? Amma burada bu şərt ödənməyəcək. Yəni burada artım baş verməyəcəkdir. Burada artım baş verməyəcəkdir. Sonra indi mən elə bir ədəd qoymalıyım ki, buna da hə deyim. Eyni zamanda buna da hə deyə biləm. Yəni ki, buna hə deyəndə buna da hə deyim. Amma 3 dəfə buna yox deməliyəm. Bunu icra eləməliyəm. Yəqin ki, nə demək istədiyim aydın oldu. Yenə deyirəm, bura elə bir rəqəm qoymalıyam ki, buna hə deyəndə, buna da hə deyim ki, A bir vahid artıb onsuz da 2 qiymətini alıb bu hissə yekunlaşmalıdır. Mən 1-də 4-ü tapmalıyam. Amma 5 rəqəmli ədəd deyir və maksimum deyir və buna hə deməyim üçün bura 7 yaza bilmərəm. 7-dən kiçik olacaq nə 6. İndi baxın, 6 böyükdür 4-dən, bəli, artıq A-da 2 belə deyək də vahid artımın baş veribdir. A-nı 2 almışam bu rəqəmlərin köməyi ilə. Və burada indi 6 qoyanda eyni zamanda bu da artır axı. Düzdürmü? Birində 1 almışam. İndi elə yerdə 3 rəqəmli ədəd yazmalıyam ki, buna mən yox deyim və birbaşa buna hə deyim. Və bilirik ki, bizim burada ən böyük buna yox deyəcəyimiz ədəd 4-dür. Çünki 5-də hə deyəcəyik. Deməli, yerdə də qalan ədədlərimiz də 4-dür. Cavablarımıza baxsaq, cavabımız E variantı. 5 rəqəmli ədəd deyir, amma ümumi dövr sayı sanki 6-dır. Ona görə də biz elə bir ədəd qoymalıydıq ki, həmin ədəd hər iki ifdə də ödənməli idi. Keçək 48-ci sual nümunəsinə. Variantlara baxıram, çox böyük ədədlər var. Gəlin biz bunu geniş yerdə yazaq. Səliqəli formada. Çox güman ki, verilmiş arıcılıqla icra edəcəyik. Yəni, elə gördüm. Baxaq. Deməli, 1389 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X-ımız nəyə bərabərdir? 1389-a. Və n sıfıra bərabərdir. K-da gedir həmin bu qiyməti alır. Yəni 1389-u aldı. 1389 sıfırdan böyükdür. Bəli, x bərabərdir. Olacaq 138 və n-i 2 vahid artıracaq. N-imiz nə olacaq? Əslində bunu açıq yazmaqdansa, əslində bilirsiniz necədir? Burada mərtəbə, hər dəfə mərtəbə formalaşacaqdır. Dövr sayına əsasən görmək olur nə soruşduğun. N bərabərdir. N-in üstünə 2 gələcəm. Olacaq 2. K-da bərabərdir. K x-ə bərabərdir. 1389-un üstünə gələcəm. 3-ü vuracam. Onun üstü n-ə. Yəni, onun üstü n. 10-un kvadratı 100 eləyir. 3-ünü də vuracam 100-ə. Eləyəcək 300. Baxın, bir daha deyirəm, n2 idi. Buranın üstünə bildir ki, qüvvət üstüdür. Bu eləyir 100. 100-ü də vururam 3-ə, eləyir 300. Biz bunu cəmləyək. Deməli, olur 1689. Və baxın, K onsuz da yeni bir qiymət alır. Yəni, vurulur ona və yəni vurulacaq ona. Baxın, burada həmin qiymət 109. Düzdürmü?
Olacaq nə? Baxın, bayaq dediyim mərtəbə formalaşması. Əslində hər dəfə o mərtəbənin sayı qədər sonuncu ədədimizdə 9 yazacaq. Çünki vuraq 10 plus 9. Yəni 9 olacaqdır. Amma açıq şəkildə yazacağım yenə də. K-mızın son qiyməti budur. İndi gedirik. Müqayisə edirik. 138 böyükdür sıfırdan, bəli. X bərabər olur 13-ə. 13-ə. N-imiz yenidən olur 4. Çünki 2 vahid artdı. K bərabərdir. K-nın üstünə K-nın son qiymətini yazırıq. 16899, 16899 plus 3'ü vuracağım onun üstü n. Bu da 4 idi. 10.000. 10.000 de vururam 3'e. Eləyir. Düzdürmü? 30.000. İndi artıq biz bunu cəmləsək, deməli nə olacaqdı? Yəqin ki, düz yazıq. Aha, K-nın qiymətini toplasaq, olacaq nə? Neysə, deyəsən səhv yazdıq, yoxsa yox. Bir dəqiqə. 10'un üstü 4 bu. O, K-nın qiyməti bəli 30.000. Deməli, bir problem yoxdur. Deməli, olacaq nə? 4600 8 9 9. Aha, belə. Sonra keçirik, sadəcə diqqətli olmaq lazımdır. Baxın, vuraq. 10 plus 9. Yəni burada bu dənə 0 artırıram, üstünə 9 gəlirəm. Düzdürmü? Bu da eləyirmi bu rəqəm? Yəni açıq niyə yazım ki? Sonra gedirəm təzədən. 13 böyükdür sıfırdan. Bəli, x də nəyə bərabər olacaqdır? 1-ə bərabər olacaqdır. İndi də 6-ya bərabər olur. Yenidən k-nın üstünə rəqəmlər böyük deyə adamın gözünü yorur. Ona görə də diqqətli olmaq lazımdır. Plus 3'ü vuracağım. Yəni ki, 3'ün yanında 6 dənə sıfırda. 1, 2, 3, 4, 5, 6, 0. Və bunu cəmləyirəm olur. Aha. Vuraq 10 plus 9. Yəni bir dənə 9 sona əlavə olundu. Gedirəm nəhayət. 1 böyükdür sıfırdan, bəli. X sıfıra bərabər olur. Yenidən n-i 1 vahid, 2 vahid artırıram. N bərabər olur 8-ə. Yenidən baxın bu qiymətin üzərinə, elə buradan birbaşa yazacağam. Yəni bu k-nın üzərinə gələcəm nəyə? 3'ün yanında neçə dənə 0? 8 dənə 0. Düz yazdıq, bərabərdir. Onsuz da bunu cəmləyirik. Cəmləsək 68. Deməli, əslində bunun qısa yolunda görmək olur. Bu qədər açıq yazmağa heç ehtiyac yox idi. Vuraq 10 plus 9. Bizə də bu rəqəmi vermiş olur. İndi baxsaq variantlardan. Biz prosto burada nəyə səhv yazdıq? Nəysə səhv yazdıq burada. Bir dənə bir şey qaçırtmışıq. Nəsə 3 olmalıdır burada. 3, 4. Belə bir variantımız yoxdur. Nəysə gözdən qaçıb da çox güman ki, biz cəmləmə həyatı keçirəndə görə bilmədim hansı hissəni. Bir dəqiqə. 3, 4, 3. Yox, yox. Burada 3, 3. Baxın, bunun qabağında 3 olmalıdır. Çünki bu 3 var axı. Baxın, bu 3. Yəni bu verilmiş ədəd bunun sonunda yazılmalıdır. O zaman bizdə cavabımız olacaq A variantı. Dediyim kimi çox böyük rəqəmlərdir. Amma əslinə qalsa bunun bir qısa yolunu görmək olur. Verilmiş ədədi hər dəfə qüvvətləri, yəni ki, n olur nə? 100 idi. Sonra nə oldu? 10.000 oldu. Düzdürmü? Sonra 2 vahid artdı. Yəni bu mərtəbə formalaşdıqca öndəki yəni sıfırların yerində dururdu və 9 da artmış olurdu. Əslində bunu lakonik görmək də olardı. Sadəcə mən açıq yazdım. Baxın, açıq yazanda hətta gözümüzdən bir nüans da qaçdı ki, biz burada
düzgün icra eləməmişdik toplamanı. Cavabımız olacaq A variantı. Yəni, diqqət lazımdır maksimum. Keçək 49-cu sual nümunəsinə. Ee, Bir de bir şey var ki aslında sanki bir şeyde gördüm izah ederken rəqəmlərin sayı qədər mərtəbə də artırılma baş verdi və o ən böyük ədəd rəqəm oldu, üzr istəyirəm. Əslində heç bu proqramı icra eləmədən də onu görmək olardı. Rəqəmlər, daxil edilmiş rəqəmlərin sayı qədər mərtəbə, ən böyük mərtəbə formalaşdırıldı. Yəni bunu da buradan görmək olur. Çünki 9'ların sayına 4 dənə baxan, sonda 9 oldu və ədədimiz də 4 rəqəmli idi. Yəni ki, oradan da o nüansı görmək olur. Sadəcə bunu biraz daha böyük yaradıcı təfəkkür formalaşdırır. Amma addım-addım icra etmək lazımdır, çünki dəyişənin dəyişmiş qiymətləri var orada. 49-cu sual nümunəsinə baxaq. Deməli, bu da while operatorudur və biz nə zaman proqramı sonlandırmalıyıq? Bu cəm böyükdür 80 olanda, düzdürmü? İndi gəlin yazağın. S bərabərdir. S-in başlanğıc qiyməti 8-dir, plus 6x. N-də bərabərdir. N 40 minus 3x. 3x. Və bunların cəmi, yəni 8 plus 6x plus 40 minus 3x kiçik bərabərdir 80. Biz də böyükdür 80 yazacağıq. İndi gəlin icra edək, x-i tapaq. 3x bərabərdir. Biz 80-dən çıxacağıq 48-in. Düzdürmü? Bu da eləyəcəkdir 32. Və x da böyükdür təbii ki. X da bərabərdir 10 tam 3-də 2. Yəni mən burada 11 dəfə dövrüm icra olunacaqdır. Çünki x-in 10-dan 10 tam 3-də 2-dən böyük tam rəqəmi 11-dir. Dövrüm 11 dəfə icra olunur. İndi məndən nəyə soruşur? Print S. Və S-in başlanğıc qiyməti 8-dir. 8-in üstünə gələcəm nə? 66. Çünki 6-nı vuranda 11 66 edir. Bu da bizə 74'ü verir. Cavabımız olacaq 74. E variantı. 50-ci sual nümunəsi. Deməli, belə bir ədəd verilibdir. Aha, bayaqki tipdəndir. Sadəcə olaraq burada biz könlünü nə zaman götürəcəyik? Ancaq 3-ə bölünəndə. İndi burada verilmiş ədədlər içərisində 3-ə bölünən, tam 3-ə bölünən qalıq hansı? Bir 9'dur. 9'dur. Bir 0'dır. Çünki 0'ı 3-ə böləndə qalıq 0'a bərabər olur. Bir də 3'dür. Düzdürmü? Yəni 309'dur. Belə baxanda. İndi gəlin biz bunu icra edək. Baxaq. Baxın, bayaqlarım bu haqda da dedim. Yəni oradan da baxmaq olurdu ki, cavab nə idi? Yəni buradan da görmək olur ki, cavab nə olacaqdı? Əslində yenə də burada cavab 309 olacaqdı, amma addım-addım yazıram. Çünki hər dəfə T 10'a vurulacaqdı o. Onluq mərtəbəsi, sonra yüzlük mərtəbəsi formalaşacaq. Köyümüzün 9 qiymətində, düzdür, birinci 2 alır, amma yəni 2 alsa da belə bu şərt ödənmir. Mən məcburam ki, növbəti qalığa tapam. O zaman Q'nun 9 qiymətində gedib işimizi icra edək. E, Bəli, şərt ödənir. M nəyə bərabər olur? T'ni vuracam Q'ya. T 1'dir. Olur 9. 9'un üstünə də 0 gələcəm. 9 eləyəcəkdir. T'ni də vuracam ona. T də olacaqdı 10. Əla. Gedirəm 0 qiyməti yenə ödəyəcəkdir. Çünki 0'ı 3'ə böləndə qalıq 0'a bərabərdir. M nəyə bərabər olacaqdır? M bərabər olacaq. T'ni vuracam Q'ya. Mənim küm burada 0 olacaqdı. Amma 0'ı biz nəyə vursaq onsa 0 edir və plus m gəlməliyəm. Düzdürmü? M'imiz nə idi? 9 idi. Olur 9. E, T də bərabərdir. T də bərabərdir. Bir dəqiqə. 100. İndi gedirəm növbəti
icra edirəm 3-ü. 3 3-ə böləndə 0-a bərabərdir. M nəyə bərabərdir? M deyir ki, t-ni vur q-yə. Deməli, t-m 100 idi, q-m də 3 idi. Olur nə? 300. Və üstə gəl m. M-in də son qiyməti 9 idi. Olur nə? 300. 9. Digər hallarda, yəni nə bir halında, nə 8 halında mənim bu şərtim ödənməyəcəkdir. Və məndən də M-i soruşurdu. M də 309 olur. Cavab D variantı. Keçək 51-ci sual nümunəsinə. Deməli, burada məsələn nə var? Həm iç-içə if var, amma burada baxın bir dənə if 2-yə və 3 bölünündə bu icra olunacaq. Yəni sırf verilmiş bu aralıqdan 6-ya bölünən ədədlərdə bu cəmləmə baş verəcəkdir. Bunu rahat qısa yolla da getmək olar. Amma gəlin biz bunu açıq şəkildə yazaq. İ-nin hansı qiymətləri var? Ee, 12-dən açıq yazacağam 13, 14. Təbii ki, bu qədər getməyin tərəfdarı deyiləm. Sadəcə olaraq geniş şəkildə izah vermək istəyirəm. 9 və 20. Düzdürmü? Biz bu verilmiş ədədlər içərisindən ancaq və ancaq 6-ya bölünənlərin cəmləyəcəyik. Yəni S bərabər olacaqdır. Belə deyək də, bu verilmiş ədədlər içərisindən 6-ya bölünənlərdə elə 12 i-nin iç qiymətində 12 həm 2-yə bölünür, həm 3-ə, deməli bu 6-ya bölünən ədəddir və S-in üstünə i gələcək. Yəni mənim S-imin qiyməti olacaq 12. Plus 13-də mən tək təklərdə isə hər dəfə S-i 3% artıracağam. Yəni burada 3% artıracağam. Burada 3% artıracağam. Görünən rahat gedir. Burada 3% artıracağam. Yəni bunu əslində plus yazaq önündən. Sonra deməli 18-dən işim yoxdur. 19-u da 3% artıracağam. Düzdürmü? Əla. İndi 14 burada 2-yə bölünür, amma 14 3-ə bölünmür. Və bölünmür deyil, mən bunun LC-sinə baxacağam. Yəni 14-də isə plus 2 vahidi artıracağam. Plus 16-da 16-da yenə 2 vahidi artıracağam. Görün, yəni biri qısa yazsaq daha tez bitər. Hələ mən yenə də uzun gedirəm. Deməli, burada isə plus 18. Əla. Plus yenə də burada 2 vahid artım baş verəcəkdir. Vəssalam. Yəni bunların da cəmi bizə S-in qiymətini verir. Gəlin hesablayaq. Olacaq 15, 20, 25, 30, 30-un üstünə də 18, 48 cavab eləyir. 51-də cavabımız B variantı. Baxın, sadəcə belə yazın. Altından da hansı qiymətlə nə artım baş verir? Lakonik şəkildə tez hesablayın. Cavabımızı işarələyək. Cavabımız B variantı. 52-ci sual nümunəsi. Deməli, yenə də eyni sual tipidir. Burada böyükdür, 50 olanda dövrü yekunlaşdırmalıyıq. Sadəcə yerimiz kiçikdir. Səliqəli olsun deyə böyük yerdə yazaq. Deməli, mənim burada K-m sıfırdan başlayır və qiymətlərində S-im 7 vahid artır. Yəni 3-ə bölünməsindən alınan qiymətlərdə 7 vahid artır. Amma sadəcə bizdə K-nın hansı dəyər aldığını soruşur sonda. S-i soruşmur artıq. Burada diqqət edək, K-nı soruşur. İndi baxın. K bərabərdir. 0 olanda, K bərabərdir 0 olanda S tapmalıyam. Düzdürmü? Bilirəm ki, bu mənə 0 verir və S 7 vahid artacaq.
K1 olanda, hələ ki yazıram 2 olanda, 3 olanda, 4 olanda, 5 olanda, 6 olanda, 7 olanda. Çünki 3-ə bölünmə olan ədədlər hələ ki azı deyə. Ona görə də mən el hissəsinə çox baxacağam. Bir məntiqi yanaşmaq istədim bu suala. Və Pürüz bir qiymətində neçə vahid artacaq? 2 vahid. 2 qiymətində də 2 vahid artacaq. 3 qiymətində 7 vahid artacaq. 4 qiymətində 2 vahid artacaq. 5 qiymətində 2 qiymət artacaq. 6 qiymətində 7 vahid artacaq. 7 qiymətində 2 vahid artacaq. Yenə deyirəm, əslində mən burada K-nın 0, 6, 9, 12 qiymətlərindən tapa bilərəm ki, neçə dəfə bunu geçsin. Amma S hissəsi də var. 8, 9, 8 qiymətində artım nə qədər baş verəcəkdir? Çünki ödənmir axı 2 vahid artıb. 9 qiymətində plus 7 olacaqdır. Düzdürmü? 10 qiyməti var, 11 qiyməti var. Plus 2, plus 2, plus 12 qiymətində də plus 7. İndi baxsaq burada, deməli bu eləyir 11, 18, 20, 22, 29, 31, 33, 40, aha, baxın bu hissədə 44 alacam. İndi baxın 44 kiçikdir. 12-də məndə şərt ödənməlidir də, düzdürmü? İndi baxın, şərt ödənir, şərt ödənir. 44-ün üstünə gəlirəm nə? Kanun artıq 13 qiymətindən gedəndə dövrədə, yəni ki, bir vahid artacaq axı və şərt ödənəcəkdir. Burada esim nə olacaq? 51 olacaqdır və 12 mən burada dövrdən çıxmalıyam 51 qiymətində. Əsas soruşsa qiymətim 51 eləyərdi, amma məndən K-nı soruşur. Mən K-nın 12 qiyməti ilə 44-ü aldım və amma bir də K-nın bir də artır axı. Yəni ki 13 olur K. Və artıq mənim bu şərtim ödənmir deyə. Çünki yox deməliyəm və birbaşa mənim K-nım 13 çapa gedir. Yəni deyirəm, bu ardıcılıqla yazdım. Əslində verilmiş K-nın içərisində görmək olar ki, neçə dəfə belə deyək də 7 cəmin tapmaq olar. Yəni bunu rahat da görmək olar. Sadəcə olaraq yenə deyirəm ki, açıq yazaq ki, diqqətli olaq. Yenə deyirəm, bu K-nı niyə 13 götürüm? Çünki şərt ödəndi K-nın 12 qiymətində. Ödənəndən sonra cəmləmə həyata keçirildik. 51 aldıq. Artıq biz 51-də yox deyəcəyik. 12-dən girmişdik dövrə. K da bir vahid artdı, 13 oldu. Artıq 13-cü qiymətində icra olunmayacaqdır. Ona görə də diqqətli olmaq lazımdır. 12 yox, cavab 13 etmiş olur. Cavabımız C variantı. 53-cü sual nümunəsi ilə davam edək. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, baxsaq burada for i in range 2-dən n-ə kimi 7-yə. Biz bu haqda danışmışdıq əslində. Yəni keçən dəfə mən bu haqda danışdım. Bu Fibonacci sırası adlanır. Burada yəni mənim i'm nə olacaqdır? 2, 3, 4, 5, 6, düzdürmü? İndi baxın, burada 5 dövr var da. İndi burada hələ kiçik bir dövr sayı verilib. Elə olar ki, n-i çox verər. Biz bunu hər dəfə mi icra etməliyik? Xeyr. Səbəb nədir? Baxın, S bərabərdir yazıram. S-nin qiymətləri nə baş veribdir? A-la B-ni cəmləyib. Yəni olub da S nə 3, düzdürmü? Və e, A bərabər olub B-yə, B də bərabər olub C-yə. Yəni B hər dəfə gedir C-nin qiymətini alır. İndi mənə əslində soruşur ki, axırda C-ni soruşur da. Bu Fibonacci sırasında növbəti mənim ədədim hansı olacaqdır? Bilirik ki, Fibonacci sırası hansıdır? 1, sonra 1 və birincidən ikincinin cəmi bizə üçüncü ədəd verməlidir. 2, 2 ilə 3-ün cəmi bizə növbəti ədəd verməlidir. 3, bu olacaq 5, bu olacaq 8, 11, üzr istəyirəm, 11 nə idi? 13, bu da 21, düzdürmü? Yəni bu Fibonacci sırasını soruşur məndən 53-də. İndi baxın, mən
3 tapdım. Növbəti ədədim nə olacaqdı? Burada 3 tapmışamsa 5 olacaqdı. Yəni bu dövrdə 5 olacaq. Burada 8 olacaq. Düzdürmü? Burada 13 olacaq. Burada isə 21 olacaq. Yəni mən bu qədər dövrü getməyim. Niyə gedim ki? Hazır bildim ki, mənim imin birinci dövrdə sevimi 3 aldım. Növbəti dövrdə 5 alacağım, sonra 8 alacağım, sonra 13 alacağım, sonra 21 alacağım. Yəni dövrüm yekunlaşacaqdı. Mən burada 5-ci həddi tapıram verilmiş bu sırada. Beşinci həddimizdə 21. Çox rahat, tez yekunlaşdırmaq olur proqramı. Hər dəfə 5 dövr deyib cəmləmə əməliyyatı aparmaq, yəni bizim vaxtımızı çox alır. Amma biz bu dövr sayın biləndən sonra sıranı yazıram, sonuncu dövrümü götürürüm. Cavab olur bizdə 21. 54-cü sual nümunəsi. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan ardıcıl olaraq 5, 4, 5, 3, 0, 6 qiymətləri daxil edilmişdirsə, hansı qiymət çap olunacaq? Çox mükəmməl bir sual tipidir əslində. Çaşdırıcı bir məqam nədir? Klaviaturanın ardıcıl rəqəm deyirsə, biz ümumi başlamalıyıq verilənlər hissəsində daxil edilmiş ədədləri bir-bir yerinə qoymağa. Baxın, deməli, enim 5 olacaqdır. Yəni, burada 5 olacaqdır və buraya yazıram 5. Düzdür, input, string deyə int bunu tam eləyəcək. İndi 5-in üstündən bir gəlirəm, 6 eləyir. Çünki mənim burada sonuncu qiymətin onsuz nəzərə almayacaq. İ nə olacaqdır? İ 1, 2, 3, 4, 5. 5 dənə dövrüm icra olunmalıdır. Çünki dövr sayım 5-dir. Və x da buradan ixtiyari ədəddir. Hər dəfə yerdə qalan qiymətlərini sən daxil elə və cəmin tap. X-in başlanğıc qiyməti 0 idi. Və biz də buradan elə verilmiş ədədlərin cəmin tapacağıq. Baxsaq necə olar? Deməli 9, 9 bu da 18, 70 olur. Belə. Yəni x int input yerdə qalan rəqəmləri hər dəfə klaviaturadan daxil edəcəksən. Amma klaviaturadan daxil etdiyinə baxmayaraq int onu tama çevirəcəkdir və onu da cəmin tapacaqsan. Sadəcə olaraq bəzi nə olur test nümunələrində s-in başlanğıc qiymətin başqa bir dəyər verə bilir. Ona görə də biz bunu unutmayaq. Keçək 55-ci sual nümunəsinə. Deməli, m-imiz budur və çox rahat bir sual tipidir. Elə burada yazaq. M bərabərdir. M-i vuracam 10-a 0. Plus qalıq. Bu deyir 11. Düzdürmü? N-imiz nə olacaqdır? N-imiz də olacaq 11. Əla. 11 fərqlidir 0-dan. Bəli. M-i vuracam. M bərabərdir. M-i vuracam 10-a. 110. Və üstə gələk. N-in 100-ə bölünməsindən qalınan qalıq 11 eləyir. Bu da olur 121. Və n də böləndə 100-ə tam hissə 0 olur. 0 da 0-dan fərqli deyil. Ona görə də n-imiz 121. Cavabımız 121. 56-cı sual nümunəsi ilə davam edirəm. Klaviaturadan x dəyişəni üçün hansı ən kiçik natural ədəd daxil edilərsə, proqramın icrası nəticəsində A3, B3, B3-ün 7 qiyməti çap olunar. Əla. Deməli, baxın, məndə bu A hər dəfə bir vahid artıb 3 almalıyam. Deməli, mən 3 almalıyam deyə dövr sayında artır ədədim bir vahid. Deməli, bu 3 rəqəmli ədəddir. 1, 2, 3. Bunu avtomatik gördüm ki, 3 rəqəmli ədəd daxil etməliyəm ki, həmişə həmin ədəd, yəni bir vahid artır da 3 almalıyam. Bu belə. İndi məndə ən kiçik natural ədəd deyir və ən kiçik natural ədədi deyirsə, çalışmalıyıq ən kiçik rəqəmi önə ataq. Bilirik ki, 0 yaza bilmərik öndə, sonra gəlir nə? 1. 1 yazdım. Və məndə nə soruşur? B-nin qiyməti 7 olsun da. Əgər 1 yazmışamsa, 7 almağım üçün mənə bir dənə də ən kiçik yazmaq üçün 6 lazımdır. Amma 6-nı ən böyük. Düzdür, başqa rəqəmlər qoya bilərəm. Mən almaq üçün, 6 almaq üçün 3-3 yaza bilərəm. Sonra 2-4 yaza bilərəm. Amma məndən ən kiçik soruşur deyə
Bura mən 6 yazıramsa, 0 yazıram. Olur 106. Belə. Sadəcə olaraq burada neçə rəqəmin olduğunu bilməliyik. Bir də bu bildirir ki, qalığı bildirir, daxil edilmiş ədədin qalığın və həmin ədədin rəqəmləri cəmi, 3 rəqəmli ədədin rəqəmləri cəmi mənə 7 verməlidir. Ən kiçik deyir deyə e, mən bunu 106 yazdım. Düzdür, deyə bilərsiniz 133 də ola bilər, 160 belə deyək də, 2 də ola bilər və s. və ilə axır. Çünki rəqəmlərinin cəmi bu heç bu ödəmir. 162 nə idi? 160 da ola bilər. Amma məndən ən kiçiyi soruşur deyə, daha doğrusu 161 rəqəm deyirəm. Yox, 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 160. E, mən bunun ən kiçiyin 106 yazmış oluram. Sonra keçək 57-ci sual nümunəsinə. Baxıram burada A-nın başlanğıc qiyməti 3-dür. I neçə dəfə? 0, 1, 2, 3. Deməli 4 dəfə dövr olacaqdır. Deməli i-nin 0 qiymətində olacaq 6. Düzdürmü? Çünki 3-ün üstünə 3 gələcəm 6 eləyəcək. Bir qiymətində 12, 24, 48. Cavabımız 48 olur. Rahat sual nümunəsi. Keçək 58-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini tapın. Mhm. Deməli, e, biz böyükdür 9 deyəndə dövrdən çıxmalıyıq. Burada sadəcə olaraq diqqət edək ki, burada hər dəfə mötərizədə birinci mötərizəni icra edəcəyik və i-nin aldığı qiymətlərdən asılıdır p-nin qiymətləri. P 1-dir. Gəlin gedək. P bərabərdir 1-dir. 1-i vuracam. İndi i necədir? 3-dür. Və 3-ü 3-ə böləndə tam hissə 1 düşür. Bu olur 1. Yəni cavabım 1-dir. i nə olur? i bir vahid artdı. i bərabər oldu 4. Yenə də bizdə yəni i'miz burada 1 olacaq tam hissə. Çünki biz 4-ü 3-ə böləndə ta ki 6-ya kimi də, yəni 4 də 5-i də biz 3-ə böləndə tam hissə bizdə 1 düşür. Düzdürmü? İndi baxıram, məndə gedirəm. Yenə də nə baş verir? PM onsuz da yenə 1 olur. Açıq yazacağam. 5 olanda PM yenə 1 olur. İndi i bərabərdir 6 olanda. 6 olanda. 6 kiçik bərabər 9-dan bəli P bərabərdir. P-ni 1 idi. 1-i vuracam. 6-nı 3-ə böləndə 2 düşür. Bu olur 2. i qiymətin artacaq bir vahid olacaq. i bərabər olacaq 7. İndi biz ta ki i-nin 9-dan böyük qiymətinə kimi davam eləməliyik. P bərabərdir 2 idi də. 2-ni vuracam 2-yə. Düzdürmü? Çünki 7-ni 3-ə bölünən tam hissə bizdə bilirik ki 2 düşür, olur 4. i bərabər olur 8. P bərabər olur 4-ü vuracam 2-yə, eləyəcək 8. İndi i bərabər olanda 9 olanda 9-u 3-ə bölünən tam hissə 3 düşür. P-ni vuracam 3-ə. Bu da olacaqdır. 8-i vuracam 3-ə, olacaq 24. Artıq i belə deyək də 10 qiymətində şərt ödənməyəcəkdir. Mənim də dövrüm sonlanır. Cavabımız olacaq 24. Yazaq bura 24. Sadəcə i-nin ora tam hissələrinə, yəni yalnız və yalnız 9 olanda tam hissəsi 3 oldu. Keçək növbəti suala, 59-cu suala. Deməli, bu da eyni tipdir. E, P bərabərdir. Yenə də i böyükdür 9 olan dövrümüz yekunlaşmalıdır. P bərabər P-ni vuracam. P-in 1-dir. 1 vuraq. i-ni 4-ə böləndə qalıq hissə. 4-ü 4-ə bölünür, qalıq hissəmiz 0-dır. Bu da elə 0 eləyir. i bir vahid artsa da belə hər zaman p-yə vururam aldığım qiyməti. O zaman dəyişən bir şey olmur. Elə p 0-a bərabər olaraq həmişə davam edəcəkdir.
Buna görə də cavabımız 0. Onsa 0 nəyə vururuqsa 0 eləyir. Gedək 60-cı sual nümunəsinə. Aha, məşhur sual tiplərindən də bu əbobun tapılmasıdır. Bu haqda əvvəllər çox danışmışıq. Ona görə də bizim baxacağımız ilk e, nüans bu verilmiş ədədlərin əbobunun tapılmasıdır. Yəni mən bunu hər dəfə niyə icra edim? Artıq proqramın strukturunu bilirəm deyə. Artıq burada görəcəyimiz əbobun tapılmasıdır. 60-da, burada isə 39 ilə 65-in bizdə e, əbobu 13 etmiş olur. Düzdürmü? Cavab 13. Rahat. Keçək 61-ci sual nümunəsinə. Klaviaturadan 103 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini tapın. Aha, baxın, bu hissə haqqında keçən dəfə danışdım. Dedim ki, bu daxil edilmiş onluq ədədi 8-lik say sisteminə çevirmək üçün istifadə olunur və amma burada bir dənə if var. Yəni, burada ancaq tək ədəd olanda sən bunu cəmləyəcəksən. Düzdürmü? Baxın, belə deyək də 103-ü mən gedib rahat 8-li say sisteminə çevirim. Deməli, 12 dəfə yerləşər 96, düzdürmü? 7 bölək 1, bunu 8-ə böləndə 1 kərə 8-in 8, 4. 1, 4, 7 alındı 8-li say sistemində. Düzdür, qəşəng. İndi məndə nə soruşur? Bunu açıq-açıq yazmağa da yəni ehtiyac yoxdur. Yəni niyə zamanımı itirim? Daxil edilmiş ədədi 8-li say sisteminə çevirdim. İndi bu daxil edilmiş bu 8-li say sistemindən S-i nə zaman cəmləyəcəm? Ancaq və ancaq tək rəqəmlərində. Yəni bu da 1 ilə 7. Olacaq cavab 8. Keçək 62-ci sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq burada deməli, sonunda bir dənə də sərbəstimiz var. B böyükdür 12-də biz dövrü yekunlaşdırmalıyıq. A bərabərdir. A-nın üstünə gələcəm. Burada dövr sayı çox olmaz, çünki ədəd çox kiçikdir. Ona görə də açıq yazıram. A bərabərdir. A-nın üstünə 2 gələcəm. Olacaq 4. B bərabərdir. B-ni vuracam A-ya. 3-ü vururam. 4-ə olur 12. İndi 12 kiçik bərabərdir 12-dən, bəli. Çünki biz ancaq 13-də yox deməliyik. Yəni 12-dən böyük qiymətlərində. Ona görə də A-nı biz 2 vahid artırırıq. 8 olur. B-də bərabərdir. B-ni vururam A-ya. 12 idi. B-nin son qiyməti 12 idi. Bəli. 12-ni vururam. Yox, bu 6 olur. Niyə 8 yazdıq? Üstə gələkdir mən. Vuraq yazmışam. Vururam 6-ya. Bu da olur nə? 72. Sonra artıq biz B-ni A-ya vuranda təbii ki 12-dən böyük bir ədəd alacağıq. Və sonra deyir ki, A ilə B-ni cəmlə. Və 6-ın üstə 70 gəlirəm. Olur 78. Cavabımız 78 olur. Keçək 63-cü sual nümunəsinə. Python dilində yazılmış proqramın nəticəsini tapın. Aha. Artıq bayaq bu haqda danışdım. Elə bayaqçı sual tipindəndir. Yəni burada eni 8 verilibdir. Yəni mən yenə də baxın i-im. Görün nə rahatdır əslində bu yol. I nə olur? I 2, 3, 4, 5, 6, 7. Yəni mən 7-ci sıradakı Fibonacci sırasını götürəcəm və onu çap eləyəcəm. Açıq yazmağa nə ehtiyacım var? İnin 2 qiymətində mənim burada S-nin qiymətini yazıram. Çünki axı məndən S-nin qiymətini soruşur. Baxın, inin 2 qiymətində mənim S-im nə olur? AB, yəni 2, düzdürmü? Və Fibonacci sırasını bayaq yazdım. Növbəti ədədim nə olacaq? 3, 5, 8, 13, 21. Düzdürmü? İndi məndə e, artıq 7-ci sırada olan ədədi soruşur. Cavabım 21. Hər dəfə bu qədər dövr getmək çox belə deyə zaman alır.
Amma hər dövrün altında C-ni alacaq qiymətləri yazıram və proqramı tez bir şəkildə yekunlaşdırıram. Keçək 64-cü sual nümunəsinə. Deməli, i-imizin qiyməti budur. Görək nə baş verir. Deməli, aha. Yenə də burada e, diqqət edəcəyimiz məqam alınan qalıqlar və tam hissələrdir. I 3, 4, 5, 6, 7 qiymətini alacaqdır. I-nin 3 qiymətində x nəyə bərabər olacaqdır? 3-ü 3-ə böləndə məndə qalığım 0-dır. Y də bərabər olacaqdır 1-ə. İndi A bərabərdir. A bərabərdir. A-nın üstünə 0-dır. X plus Y vuracam 2-yə. Yəni A-nın olacaqdır 2. Düzdürmü? Burada 2-ni aldıq. Keçirəm i-nin 4 qiymətində. I-nin 4 qiymətində burada baxın x-in qiymətlərini yazacağım. 4-ü 3-ə böləndə qalığım düşür 1. Sonra 4-ü 3-ə böləndə 1 düşür. İndi A-m, bir də xəttəyə ki, qarışmasın. A bərabərdir A-nın üstünə, yəni 2-nin üstünə x plus y-in cəminin, yəni 2, 2-ni də 2-yə vuram 4 plus 2 nə edir? 6. Bu oldu 6. Gedirəm 5 qiymətində. I-nin 5 qiymətində mənim olur x-im 2. Y-im 1. İndi A 6-dır son qiyməti. 6-nın üstünə gələcəm. X-in üstünə Y gələcəm. 3 olacaq 12. Buraya yazıram 12. İndi i-nin 6 qiymətində 6-nı 3-ə böləndə mənim x-im 0 olur. Y-im 2 olur tam hissəm. İndi 12-nin üstünə x plus y, yəni 2-ni vuracam 2-yə 4 eləyəcək və a olacaq 16. Düzdür? Və nəhayət 7 qiymətində 7-ni biz 3-ə böləndə qalığımız 1 düşür. 7-ni 3-ə böləndə tam hissəmiz 2 düşür. 16-nın üstünə gələcəm bunların 3, 6, 22. Yəni 16-nın üstünə sonda A bərabər 16, üstə gələk 6 bərabərdir 22. Belə cavab alınır. 65. Python dilində yazılmış proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq? Deməli, icra sona yetirmək üçün biz böyük bərabərdir 10 yazmalıyıq. Yəni, i böyük bərabərdir 10-da dövr yekunlaşmalıdır. Bunun rahat yolu, keçən dəfə bu haqda danışdım. Başlanğıc qiymət nədir? 4-dür. 4 plus 3x. Burada x bilmirəm də necə dövr həyat keçirməliyəm. Bir dənə dəyişəndən yazıram ki, dövrün sayını tapım. Böyük bərabərdir nə? 10-dan. 3x böyük bərabərdir 6-dan. X də böyük bərabərdir 2-dən. X-in də 2-dən böyük bərabər qiyməti 2-dir. Dövrümüz 2 dəfə üzr 2 dəfə icra olunur, sonra dövrümüz yekunlaşacaqdır. Keçək 66-cı sual nümunəsinə. Deməli, aya 16 verilibdir. Deməli, bu nə iş görür? Bu, daxil edilmiş onluq ədədi kilitsel sisteminə çevirir. Bunu açıq yazmağa heç ehtiyac yoxdur. Yəni, 16 nədir? 1, 0, 0, 0, 0 da düzdürmü? Və məndə countda 1-in sayını soruşur. Elə bir dənə də 1. Və salam. 67-ci sual nümunəsi. İndi burada i 1-dən 9-a kimi qiymətlər alacaqdır. 1-dən 9-a kimi qiymətlərin içində buradan yazmağa görəsən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 aha, yazmaq oldu. İndi baxın, burada verilmiş i-nin qiymətləri içərisində ancaq və ancaq ordu, yəni biri ödənsə, digəri bilirik ki, ödənmiş kimi qəbul edilir. Çünki orada ən azı biri ödənsə, o doğrudur. İndi verilmiş bu rəqəmlərdən hansı bu şərt ödəyir? Təbii ki, 1 ödəməz, 2 ödəyəcəkdir. Deməli, S də hər zaman i ilə cəmlənəcəkdir. 2 də ödəniləcəkdir, düzdürmü? 2, plus. 3-də ödəniləcək, plus. 4-də ödəniləcək, plus.
5-də ödənmir, 6-da ödəniləcək, plus 8-də ödəniləcək, plus 9-da ödəniləcək. Deməli, 5, 15, 15-in üstünə də biz necə gələcəyik? 17, bu da eləyəcək 32. Cəmi də 32 olur. Vəssalam, bu qədər sadə. Keçək 65-ci sual nümunəsinə. 65 yox, 68. Deməli, deyir, bu ədədə daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxırıq. Aha, baxın, burada x böyükdür 20. Yəni, mən bura qədər hansı ədədim olacaq? 100-ə bölünəndə olur nə? 275. Bunu uzun yazmağa heç ehtiyac yoxdur. Çünki yenə də 27 böyükdür 20-dən, sonda 27 ilə dövrə gedəcəkdir və belə deyək də 2 şərti ödənməyəcəkdir. Bu sıfır olsa verilmiş rəqəmlərin hamısını götürərəm. Amma 68-ci sual nümunəsində e, ilk rəqəmindən başqa. Çünki burada da onsuz da 2 ilə başlayıbdır. Məsələn, burada 17 olsaydı 17 böyük deyil 20-dən. Məsələn, 15 olsa yenə də ödənməzlər, düzdürmü? O zaman heç mən 15 ilə gedə bilməzdim dövrü, icra edə bilməzdim. Amma 27 böyükdür 27-dən, bəli deyirəm. O zaman 7-ni götürəcəyik. Yəni, bu 2 rəqəmindən başqa qalan yerdə qalan 2 rəqəmin cəmini hesablayır. Belə də açıq yazmaq olar. Amma yenə deyirəm, burada 27 olduğuna görə. Çünki 27 ilə gedirəm son dəfə dövrə. Məsələn, 15 olsaydı, məsələn də 15 şərti ödənməzdi. Son, onda 2 rəqəm nəzərdə almazdıq. İlk 2 rəqəmi. İndi bunu yerinə yetirək. 275 böyük 20-dən bəli, 2 bərabərdir. Deməli, qalığımız nə olur? 5. Düzdür? S bərabərdir 5 eləyir. X də bərabərdir 27. 27 böyükdürmü 20-dən? Bəli. Q bərabərdir 7. S bərabərdir 12. X də bərabərdir 2. İndi şərt ödənmir və məndən S-in son qiymətini soruşurdu. Cavabımız olur 12. Burada buna diqqət etmək lazımdır. Keçək 69-cu sual nümunəsinə. S dəyişəninin hansı qiymətində Python dilində yazılmış proqramın nəticəsi 30 olar? Deməli, görək, i-nin hansı qiymətləri var? 0, 1, 2, 3 və 30 almalıyıq. Hər dəfədə i 3-ə vurulur. O zaman S-in başlanğıc qiymətini bilmirəm nədir. Bunu bir dənə yazıram x plus. 3-ü vuracam i-yə. Onunsa bu 0 eləyir. Dəyişən bir şey yoxdur. 3-ü vururam 1-ə. Olur 3. Üstə gələk. 3-ü vururam 2-yə. Çünki hər dəfə i-nin qiymətinə vurulur axı 6 plus 3-ü vururam 3-ə eləyir 9. Bərabərdir, mən 30 almalıyam. Düzdürmü? İndi burada x-ün də həll eləyəndə 12. Vəssalam. 18 eləyir bu da. Burada çıxanda 12 eləyir. Cavabımız 12. Rahat bir sual nümunəsi. Keçək 70-ci suala. İ-nin qiymətləri. Aha, burada baxın, bunu nəzərə almalıyıq. Qalığı bir də tam hissəni. İ-nin qiymətlərini yazıram. Dövr sayım 6 deyilə buradan yazıram. 3, 4, 5, 6, 7. Deməli, A sıfırda, onsuz da yazmıram bunu. Bu mənə 3-ü verəcək. 3 üstə gələk. Baxın, 3-ü onsuz da 5-ə böləndə mənim tam hissəm 0-dır. Yəni, mən burada nə vaxta kimin 3-4 qiymətində həmişə 0 alacam. Amma 4 qiymətində bunu 4 alacam. Üstə gələk. İndi 5 qiymətində 5-in 5-ə bölünməsinə alınan qalıq 0-a bərabərdir və plus 1. Çünki 5-ə bölən tam hissə bizə 1 verir. Plus i-nin 6 qiymətində qalığın 1 eləyir, plus 1 eləyir. Və 7 qiymətində plus 2 eləyir, plus 1 eləyir. İndi burada A-nın qiyməti nə olur?
Deməli 7, 8, 9, 10. Bu da 13 və salam. Yəni A-nın son qiyməti 13.70 olur və 13-də çapa gedir. Əziz izləyicilər, izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah növbəti video izahlarda görüşmək ümidi ilə hələlik özünüzdə müğayət olun.